Onu ora çatdırmaq üçün 24 saatın 20 saatını işləyirlər. Yemək yeyə bilmirlər, yəni sözün əsl mənasında. Yeni bir konsepsiya əmələ gəldi ki, azad iş rejimi. Azad iş rejimi odur ki, sizə proyekti deadline-lar qoyulur. Yəni ki, bu vaxtdan gec ola bilməz. Və o da elə hesablanır ki, 8 saat sən durmadan işləsən, onu o vaxta çatdıra bilərsən. Amma deyilir ki, işə nə vaxt istəsən gəl, nə vaxt istəsən get. Azad. Nəticədə nə olur? Kimsə səhər dura bilmir, biraz gec gəlir. Amma əvəzinə axşam artıq qalmalı olur. Özü böyük şirkətlərdə, Big Four consultancy şirkətləri var. Mənim orada dostlarım işləyir və s. qohumlarım işləyir. Onlar gecə-gündüz yemək yeməyə vaxt tapmırlar. Məsələn, milyonluq proyekt götürülüb, filan vaxtı bunun deadline-ıdır. Onu ora çatdırmaq üçün 24 saatın 20 saatını işləyirlər. Yemək yeyə bilmirlər, yəni sözün əsl mənasında. Adı olur ki, azad iş rejimi. Əlbəttə, yəni o işçilərin özlərinin seçimidir. Yəni işçilər deyir ki, biz az işləmək istəyirik. Amma qaydaları tərtib edən işçilər deyil axı. Qaydaları tərtib edən tutaq ki, dövlətdir və yaxud biznesmenlərdir. Sən nə qanunu çıxardırsan çıxart. Məsələn, əmək məcəlləsi var da, hansı ki, işçilərin hüquqlarını qoruyur. O qanunlarda sahibkarlar keçidlər tapırlar, müəyyən boşluqlar tapırlar. Onlardan istifadə edib yenə əvvəlki sistemi qururlar. Yəni bu qaçılmaz bir şeydir. Nəyə görə? Çünki tarixən bu belə olub. Məsəl üçün birinci quldarlıq var idi. Qullar var, quldarlar var. Quldarlar qulları istismar eləyir, əvəzinə varlanırlar. Düzdür. Sonra insanlar deyir ki, biz azadlıq istəyirik. Dedilər, tamam, qullara pulsuz ev, yemək verilir. Bunlara azadlıq verəndə bu qurulmalı olan şeyləri kim quracaq? Sən ağa, mən ağa, inəkləri kimsə ağa. Kimsə bunu eləməlidir. Ona görə sistem dəyişdi. Dedilər ki, hə, indi evi sizə pulsuz vermirik, yeməyi də sizə pulsuz vermirik. Sizə maaş verəcəyik. Və maaş da məhz o qədər olmalıdır ki, o maaş sizin ancaq yaşayışınıza və yeməyinizə bəs eləsin. Amma sən azadsan. Yəni o azadlıq illüziyasını yaratdılar. Amma mahiyyət heç nə dəyişmədi.